Bugünkü mövzumuz Fransa 11-16-cı əsrlərdə. Bilirik ki, 843-cü ildə Frank imperiyası parçalanır və ərazisində Fransa, Almaniya, İtaliya krallıqları yaranmışdı. Elə bu krallıqların yaranması ilə də Avropada başlamışdı feodal dağınıqlığı dövrü. Yəni 9-11-ci əsrlər Avropa feodal dağınıqlığı dövrünü yaşayırdı. Hətta biz demişdik ki, feodal dağınıqlığının ən bariz nümunəsi Fransadır ki, burada kral hakimiyyəti yalnız Paris və Orlean şəhər arasında. Yəni kralın mülkü yalnız Paris və Orlean şəhər arasında. Hətta keçmişdi ki, 987-ci ildə Fransada Kapetinglər sülaləsi gəlmişdi hakimiyyətə. 987-ci ildə. Artıq 11-ci əsrdən deyirik ki, Fransada kənd təsərrüfatı inkişaf eləməyə başlayır. Fransada kənd təsərrüfatı inkişaf eləməsinin səbəbi isə yeni qoşqu sistemi nəticəsində atdan istifadə, əkin və digər kənd təsərrüfatı işlərinin müddətinin azalması idi. Bu dövrdə artıq aramsız daxili və xarici müharibələr nəticəsində feodallar öz torpaqlarını kəndlərə paylamağa başlamışdılar. Deməli, 11-ci əsrdən Fransada kənd təsərrüfatı inkişaf eləməyə başlayır. Kənd təsərrüfatının inkişaf eləməyə səbəbi yeni qoşqu sistemi nəticəsində atdan istifadə, bu da əkin müddətinin vaxtını azaltması idi. Lakin bu dövrdə müharibələr çox olurdu deyə feodallar torpaqları kəndlilərə icarəyə verirdilər. Və bu torpaqlarda kəndlilər daha səylə çalışırdılar, daha həvəslə çalışırdılar. Feodallara da kəndlidən aldığı vergi bir yerdən daha sərfəli idi. Yəni müharibə var idi deyə feodallar torpağından məşğul ola bilmirdi. Torpaqlarını kəndlilərə icarəyə verirdilər. Kəndi daha həvəslə çalışır, feodala vergisini verirdi. Bu da feodala daha çox sərf eləyirdi. Bu dövrə deyirik ki, Fransanın şimalından fərqli olaraq cənubunda feodal münasibətləri zəif inkişaf eləmişdi. Yəni feodalizm dövrüdür bilirik. Amma deyirik, Fransanın şimalından fərqli olaraq cənubunda feodal münasibətləri zəif inkişaf eləmişdi. Bunun səbəbi isə şəhərlərin inkişafı və dağlıq bölgələrdə hələ də azad icmaların qalması idi. Şəhərlərin inkişafı dağlıq bölgələrdə hələ də azad icmaların qalmasıdır. Hətta bu dövrdə deyirik ki, Fransanın şimal ilə cənub arasında o qədər fərq vardı ki, hətta əhali fərqli dillərdə danışırdı. Bu isə təbii ki, vahid xalqın formalaşmasına mane olacaqdı. Deməli, 11-ci əsrdən Fransada kənd təsərrüfatı inkişaf eləyir. Qoşqudan istifadə nəticəsində Fransanın şimalından fərqli olaraq cənubunda feodallar daha müstəqil idi. Feodal münasibətləri zəif inkişaf eləmişdi. Bunun səbəbi isə həm şəhərlərin inkişafı, həm də dağlıq bölgələrdə hələ də azad icmaların qalması idi. Bu dövrdə hətta deyirik ki, əhali fərqli dillərdə danışırdı. Şimal ilə cənub arasında fərq o qədər idi ki, əhali fərqli dillərdə danışırdı. Bu isə təbii ki, feodal dağınıqlığını daha da sürətləndirirdi və vahid xalqın formalaşmasına mane olurdu. Bu dövrdə Fransada deyirik ki, 10-cu yüzillikdə Avropada bir sıra şəhərlər yaranmışdı. 10-cu əsrdə Avropada bir sıra feodal şəhərlər yaranır. Həm şəhərlər yaranırdı, həm də Roma imperiyası dövründə salınmış şəhərlərdə bərpa olunurdu. Deməli, 10-cu əsrdə həm yeni feodal şəhərlər yaranırdı, həm də Roma imperiyası dövründə salınmış şəhərlərdə bərpa olunurdu. Bu da inkişafa gətirib çıxarırdı. Amma deyirik ki, Fransanın cənubu və şimaldakı şəhərlərin də inkişafı fərqli idi. Deməli, yeni şəhərlər yaranır, Roma imperiyası dövründəki şəhərlər bərpa olunurdu. Amma Fransanın şimal ilə cənub arasındakı şəhərlərin arasında fərq var idi. Məsəl üçün, nə kimi fərq vardı? Deyirik ki, Fransada Cənubi Fransa şəhərlərinin yaranması və inkişafı xarici ticarət əlaqələrinin genişlənməsi ilə bağlı idi. Yəni, ölkənin cənubunda şəhərlərin yaranması və inkişafı xarici ticarət əlaqələrinin genişlənməsi ilə bağlı idi. Şimalında isə vilayətlər arası iqtisadi əlaqələrin yaranması var idi. Deməli, cənubunda xarici ticarət əlaqələri inkişaf eləmişdi. Şimalında isə vilayətlər arası iqtisadi əlaqələr inkişaf eləmişdi. Fransanın cənubunda şəhərlərin inkişaf eləməsinin əsas səbəbi bir, şərq ölkələri ilə ticarət əlaqələri genişlənmişdi. Bir, bu dövrdə bilirik ki, səlib xaç yürüşləri var idi. Bir də, şərqlə geniş ticarət əlaqələri olan İtaliya və İspaniyaya yaxın idi. Yəni, Fransada, cənubda xarici ticarət əlaqələrinin inkişaf eləməsinin səbəbi
Bir, İtaliya və İspaniyaya yaxınlıq, bu dövrdəki səlib yürüşləri, bir də şərq ölkələrlə ticarət əlaqələri idi. Bundan fərqli olaraq Fransanın şimalında isə vilayətlər arasında iqtisadi əlaqələr daha tez yaranmağa başlamışdı. Vilayətlər arasında iqtisadi əlaqələr daha tez yaranmağa başlamışdı. Bu əlaqələrin əsasında şəhərlərdə sənətkarlıq üçün zəruri olan xammal və kənd təsərrüfatı məhsullarının mübadiləsi dayanırdı. Hər bir vilayətin müxtəlif məhsulların istehsalı üzrə ixtisaslaşması onları iqtisadi baxımdan bir-birinə bağlayır və iqtisadi birliyi inkişaf edirdi. Deməli, Fransanın şimaldakı şəhərlərdə xarici ticarət əlaqələri inkişaf eləmişdi. Cənubda isə vilayətlər arası ticarət əlaqələri inkişaf eləmişdi. Hətta deyirik ki, 13-cü əsrin sonunda Paris bütün şimali Fransanın ən böyük iqtisadi mərkəzi oldu. 13-cü əsrin sonunda Paris bütün şimali Fransanın ən böyük iqtisadi mərkəzi oldu. Bu da Fransanın siyasi birləşməsinə təsir göstərən əsas amillərdən biri olmuşdu. Yəni bu dövrdə şimali Fransa şəhərləri daxili bazarın formalaşmasında fəal rol oynadıkları üçün ölkənin siyasi cəhddən birləşməsinə maraqlı idilər. Yəni Fransanın şimaldakı şəhərlər kral hakimiyyətini müdafiə edirdilər ki, ölkə siyasi cəhddən birləşsin ki, daxili bazar formalaşsın. Deməli, Fransada Paris şəhəri 13-cü əsrin sonunda bütün şimali Fransanın ən böyük iqtisadi mərkəzi oldu. Şimali Fransa şəhərləri Fransanın siyasi cəhətdən birləşməsinin tərəfində idilər. Çünki daxili bazarın formalaşmasında bilirdilər ki, kralın rolu böyükdür. Ona görə şimali Fransa şəhərlər kral hakimiyyətini müdafiə edirdilər. 10-cu əsrdə bilirik ki, Normanlar Fransa kralının onlara verdiyi Fransanın şimaldakı mülkdə Normandiya hersoqluğunu yaratmışlar. 10-cu əsrdə Normanlar Fransa kralının ona verdiyi ərazidə Normandiya hersoqluğunu yaratmışlar ki, İngiltərə taxtına olan iddiası olan Normandiya hersoqu Wilhelm 1066-cı ildə İngiltərəyə yürüyüş üçün bəhanə olmuşdu ki, yəni İngiltərə taxtına bizim iddiamız var. Bu iddianın əsasında isə onun vəfat etmiş İngiltərə kralı ilə qohumluq əlaqələri dayanırdı. İngiltərəni işğal edib, özünü İngiltərə kralı elan etsə də Wilhelm həm də Fransadakı mülklərini də öz əlində saxlayırdı. Hələ 11-13-cü əsrdə Fransada feodal dağınıqlığı qalmaqdaydı. Feodal dağınıqlığı olsa da hələ də, amma şəhərlərin inkişafı bir də vilayətlər arasında iqtisadi əlaqələrin genişlənməsi üçün şərait yaranmışdı. Deməli, şəhərlərin inkişafı və iqtisadi əlaqələr Fransada feodal dağını aradan qaldırmasına şərait yaratmışdı. 12-ci əsrdə Fransa mərkəzləşdirmə siyasətinə başladı. Deməli, Fransa siyasi cəhətdən birləşdirmə, yəni mərkəzləşdirmə siyasətindən başlayır 12-ci əsrdə, həm də Fransanın şimalından. 12-ci əsrdə Fransa mərkəzləşmə siyasətinə başlayır və Fransanın ilk öncə şimalından mərkəzləşdirməyə başlayır. Mərkəzləşmiş dövlətin yaranmasına ən böyük maneə bilirik ki, iri feodallar idi. Şəhərlər kral hakimiyyəti müdafiə edirdi, iri feodallar isə mərkəzləşmənin qarşısında ən böyük maneə idi. Amma buna baxmayaraq, onlar arasındakı mübarizələr feodalların zəifləməsinə gətirib çıxarırdı. Kral hakimiyyəti güclənirdi. Deməli, feodallar kral hakimiyyətinin güclənməsini istəməsələr də öz aralarında mübarizə gedirdi, mərkəzləşməyə mane ola bilmirdilər. Ona görə deyirik ki, Fransa 12-ci əsrin son 13-cü əsrin əvvəllərində ilk öncə şimaldan Normandiya və Akvitaniyanı geri qaytardı. Deməli, 12-nin sonu 13-ün əvvəllərində Fransa Normandiya və Akvitaniya vilayətlərini geri qaytardı. 13-cü əsrin əvvəllərində ölkənin yalnız cənub ərazilərində İngiltərənin əlindədir. Yəni 13-cü əsrin əvvəllərindən ölkənin cənub ərazilərində kral hakimiyyəti altına birləşdirilməsinə başlandı. Yalnız 13-cü əsrdə yalnız cənub qalmışdı İngiltərələrin əlində. 12-ci əsrdən birləşdirməyə başladılar Fransanın şimalından, 13-cü əsrin əvvəllərində cənubdan başladılar və ilk öncə birləşdirildi Tuluza qraflığı. Deməli, 12-nin sonu 13-ün əvvəllərində Fransanın şimalından Normandiya, Akvitaniya, 13-cü əsrin əvvəllərində isə Fransanın cənubundan Tuluza qraflığı birləşdirildi. Tuluza qraflığının birləşdirilməsi ilə İngiltərə işğalı altında olan Fransanın cənub-qərb hissəsinin azad edilməsinə şərait yaratdı.
artıq Fransa ərazisinin kiçik bir hissəsi İngiltərənin əlində idi. Deməli, Fransa ərazisinin çoxunu geri qaytarmışdı. Yalnız kiçik bir hissə İngilislərin əlində qalmışdı. Krala tabe olan ərazilərin genişlənməsi onların mərkəzə idarə olmasını zəruri edirdi. Yəni, artıq kral bir çox ərazini geri qaytarıb. Artıq onların idarə olunması üçün güclü islahatlar keçirmək lazımdır ki, bu dövrdə Fransa kral hakimiyyətini gücləndirmək üçün islahatlar həyata keçirdi ki, bu islahatlara əsasən mərkəzi hakimiyyətə, yerli hakimiyyət orqanları arasında əlaqə yaratmaq üçün xüsusi kral müfəttişliyi təyin olundu. Yəni, mərkəzi hakimiyyətlə yerli hakimiyyət orqanları arasında əlaqə yaratmaq üçün xüsusi kral müfəttişlər təyin edildi. Kral mərkəzi, daha doğrusu kral məhkəməsi, mərkəzi hakimiyyətə tabe olan ərazilərdə ali məhkəməyə çevrildi. Yəni, kral məhkəməsi bütün Fransada yox. Yalnız hansı ərazilər ki, özünə birləşdirmişdi ya, bax, o ərazilərdə kral məhkəməsi ali məhkəməyə çevrildi. Daha sonra kral torpaqlarında vahid pul sistemi tətbiq olundu. Kral torpaqlarında vahid pul sistemi tətbiq olundu. Ölkənin hər yerində yerli pullarına yanaşı, həm də kralın vahid pulda qəbul olunurdu. Daha sonra vaxt irəlilədikcə isə artıq kralın kəsdirdiyi pul yerli pulları sıxışdırıb aradan çıxardırdı. Deməli, Fransada mərkəzləşmə başladı 12-ci əsr. İlk öncə Fransanın şimalından başlamışdı. İlk öncə Fransanın şimalında Normandiya, Akvitaniya, 13-cü yüzün əvvəllərində isə Tulza qraflığı birləşdirildi. Yalnız Fransanın işğal altında olan əraziləri Fransanın cənub-qərb hissəsi idi. Bu dövrdə Fransa kralı birləşdirmə siyasəti ərəfəsində ölkəni gücləndirmək üçün bir kral məhkəməsi yaratdı. 2. Vahid pul sistemi tətbiq elədi. Bir də mərkəzi hakimiyyətlə yerli hakimiyyət orqanları arasında kral müfəttişliyi yaratdı. Demək, bir kral müfəttişliyi, bir kral torpaqlarında vahid pul sistemi, bir də ki, kral məhkəməsi mərkəzi hakimiyyətə tabe olan yerlərdə ali məhkəməyə çevrilmişdi. Daha sonra hakimiyyətə gəlib 4-cü Gözəl Filip 1285-1314-cü illərdə hakimiyyətdə olmuşdu. Bunun hakimiyyəti dövründə Fransa bilir ki, Flandriya qraflığını birləşdirməyə çalışırdı. Flandriya, indiki Belçika ərazisini. Bu Flandriya isə mahud istehsalı və ticarət mərkəzi ilə tanınırdı. Əslində Flandriya siyasi cəhətdən Fransaya birləşsə də, yəni Flandriya siyasi cəhətdən Fransa krallığından asılı olsa da, burada üsyan baş verir. Üsyan nəticəsində bu formal asılılığı ləğv etmişdilər. Yalnız 4-cü Filipin bir neçə şəhəri əlində saxlaya bilmişdi. Deməli, 4-cü Gözəl Filip dövründə Flandriya formal olaraq Fransadan asılı olsa da, üsyan qaldırıb asılıqdan çıxırlar və 4-cü Gözəl Filip yalnız bir neçə şəhəri öz hakimiyyəti altına saxlaya bilmişdi. 4-cü Gözəl Filipin dövründə Fransanın Roma papası ilə də münaqişələri baş vermişdi ki, buna səbəb isə 4-cü Gözəl Filip kilsə torpaqlarına vergi qoymuşdu. 4-cü Gözəl Filipin dövründə kilsə torpaqlarına vergi qoyulur, bu isə mübarizəyə səbəb olur. 4-cü Filip Papaya qarşı mübarizədə ölkənin bütün təbəqələrinin dəstəyini qazanmaq üçün 1302-ci ildə ilk dəfə baş ştatlar çağırır. Ölkənin bütün tərəfin dəstəyini qazanmaq üçün ilk dəfə 1302-ci ildə baş ştatlar çağırır, yəni məclis çağırır. Və Roma papası ilə Fransa arasında baş verən bu münaqişə nəticəsində 4-cü Gözəl Filip qalib gəlir, Roma papasını özündən asılı vəziyyətə salır. Roma papalarının bundan sonra Avropada siyasi və dövlətlərarası münasibətlərdə nüfuzu sarsılır. İndi bir də deyək, deməli 4-cü Gözəl Filip 1285-1314 Flandriya qraflığını birləşdirməyə cəhd göstərdi. Əslində bu dövrdə Flandriya siyasi cəhətdən formal olaraq Fransa krallığından asılı olsa da, üsyan nəticəsində asılılığı ləğv eləmişdilər. 4-cü Filipin hərbi əməliyyatları nəticəsində yalnız bir neçə şəhər qalmışdı Fransanın əlində. 4-cü Gözəl Filipin dövründə Fransa ilə Roma papası arasında münaqişə baş vermişdi. Münaqişənin səbəbi isə 4-cü Gözəl Filipin kilsə torpaqlarına vergi qoyması idi. Bu mübarizədə 4-cü Gözəl Filip ölkənin bütün təbəqələrinin dəstəyini qazanmaq üçün 1302-ci ildə ilk dəfə Fransada baş ştatlar çağırır.
Bunun nəticəsində 4-cü Gözəl Filip Romaya qalib gəlir. Bundan sonra Roma papalarının Avropada siyasi və dövlət arası münasibətlərdə nüfuzu zəifləyir. İndi baxaq 100 illik müharibəyə, hansı ki 1337-1453-cü illərdə davam eləmiş 100 illik müharibə Fransa və İngiltərə arasında baş vermişdi. Bir var 100 illik müharibənin səbəbləri, biri də var 100 illik müharibənin bəhanəsi. 100 illik müharibənin başlaması üçün səbəb İngiltərə kralının hakimiyyəti altında olan Cənubi-Qərbi Fransa əraziləri ondan mübarizədir. Bir də Flandriya uğrunda rəqabət idi. Deməli, bir Fransanın Cənubi-Qərbi əraziləri geri qaytarmaq istəyi, bir Flandriya uğrunda rəqabət. Bu iki səbəb 100 illik müharibənin səbəbi idi. 100 illik müharibənin başlaması üçün bəhanəsi isə İngiltərə kralının Fransa taxtına olan iddiası idi. Lakin İngiltərə kralı bundan nail olmadığı üçün müharibəyə başlayır. Müharibənin əvvəlində döyüşlərdə İngiltərə bir neçə quru və dəniz döyüşlərində hətta qalib gəlmişdi. İlk öncə İngilis və Fransız qoşunlarına baxaq. Deyirik ki, İngilis qoşunları sadəcə çox deyildilər, amma daha yaxşı təşkil olunmuşlar. O dövrdə öz bacarıqları ilə məşhur olan İngilis oxçuları atlı qoşunun əməliyyatlarını dəstəkləyirdilər. Yəni, oxçularla atçılar bir-birlərinin əməliyyatını dəstəkləyirdilər. Ayrı-ayrı qoşun növləri döyüşlərdə bir-bir ilə yaxşı əlaqələndirilirdi. Bütün hərbi qüvvələr baş komandana tabe edilmişdi. Yəni, say çox deyildi, amma atçılarla oxçular bir-birinin əlaqəli idi. Yaxşı əlaqələndirilmişdi. Bütün hərbi qüvvələr baş komandana tabe idi. Amma bundan fərqli olaraq deyirik ki, Fransada əsasən atlı cəngavər dəstələrdən ibarət idi. Atlı cəngavər dəstələrdən ibarət idi. Ağır silahlanmış süvarilər var idi. Bu cəngavərlər aşağı təbəqələrə, məxsus piyada əsgərlərə nifrətlə baxırdılar. Yəni, bayaq orada dedi ki, atçılarla oxsa bir-birinin əlaqəli idi. Amma burada deyirik ki, atçılar aşağı təbəqələrə nifrətlə baxırdılar. Orada ayrı-ayrı feodalların dəstələrinə parçalanmışdı. Yəni, white komandanlıq yox idi. Cəngavərlər öz hərəkətlərini az olan oxçularla əlaqələndirmək istəmirdilər. Kral yalnız öz dəstəsinə komandanlıq edirdi. Elə bil ki, tam bir tərsidə İngiltərə qoşunu tam bir tərsi. İngiltərə qoşununda bir-birinə əlaqəli idi. White komandanlıq var idi. Atçılar, oxçular bir-birləri ilə əlaqəli hərəkət edirdilər. Amma Fransada qoşun daha çox idi. Amma aşağı təbəqə, yuxarı təbəqə, aşağı təbəqəyə nifrətlə baxırdı. Kral yalnız öz dəstəsinə komandanlıq eləyirdi. Elə buna görə onlar arasında iki döyüş baş verir. Crécy və Poitiers döyüşü. Crécy döyüşü 1346-cı ildə baş vermişdi. Fransız süvarilər sadəcə çox olsa da nizamsız şəkildə İngilis cəngavərlər üzərinə hücum eləyirlər. Nəticədə, bayaq dediyimiz kimi, İngilis oxçuları fransızları darmadağın edir. Deməli, 1346 Crécy döyüşü. Fransız cəngavərlər çox olsa da məğlub olurlar, çünki İngilis oxçular fransızları darmadağın eləmişdi. 1356 Poitiers döyüşü. Bu döyüşdə yenə Fransa ordusu sadəcə çox olsa da məğlub oldu. Hətta burada diqqət olaq, Fransa kralı əsir düşmüşdü. Poitiers döyüşündə fransızların məğlub olmasının səbəbi döyüşdə vahid komandanlığın olmaması. İngilis ordusunun oxçularının və atlı qoşunun fəaliyyətinin doğru əlaqələndirilməsi. Yəni, İngilislər atlı ilə oxçular bir-birlərinin daha doğru əlaqələndirirdilər. Amma Fransa qoşun çox olsa da pərakəndə idi. Vahid komandanlıq yox idi. Ona görə 1356-cı ildə Poitiers döyüşündə Fransa yenə məğlub oldu. Deməli, 1346-1356 iki döyüş, birinci Crécy, ikinci Poitiers, hər iki döyüşdə Fransa məğlub olmuşdu. Biz bir dənə də Poitiers keçmişik 732-ci ildə ərəblərlə, əməvlərlə franklar arasında. Franklar əməvlərin Qərbi Avropaya yürüşünün qarşısını almışdı. Həm birinci Poitiers, həm ikinci Poitiers, həm Soissons döyüşü, həm də Katalan döyüşü. Bu 4 döyüşün hər üçünü oxşar götürə bilərik, hər dördünü. Hər 4 döyüş indiki Qalliya, yəni indiki Fransa ərazisində baş vermişdi. Qalliya indiki Fransa ərazisində baş vermişdi. Lakin bu döyüşlərdən sonra məğlub olan Fransanın yeni kralı 1360-cı ildə İngiltərə ilə ağır şərtlərlə sülh bağlayır. Onun məqsədi yenidən vaxt qazanmaq və qüvvələri yenidən cəmləmək idi. Deməli, 1360-cı ildə yeni Fransa kralı taxta çıxır və o 1360-cı ildə ingilislərə
ağır şərtlərə sülh müqaviləsi bağlayır. Sülh müqaviləsi bağlamasında səbəbi isə vaxtı uzatmaq, vaxt qazanmaq və qüvvələri yenidən təşkil eləmək idi. Bu dövrdə, yəni sülh şəraiti dövründə Fransa yeni meydana gələn toplardan istifadə edir. Bu dövrdə yeni meydana gələn toplardan istifadə genişləndirildi. Qoşunun sayı kral qoşununun baş komandan səlahiyyəti artırıldı. Deməli, 1360-cı ildə müqavilə imzalayır ağır şərtlərlə. Müqavilə imzalamağın məqsədi vaxt qazanmaq idi. Bu vaxt ərzində də Fransa kralı həm yeni meydana gələn toplardan istifadəni genişləndirir, həm də qoşun sayını artırır, eyni zamanda kral qoşununun baş komandanlıq səlahiyyətlərini də artırır. 1415-ci ildə İngilis ordusu ilə Fransız ordusu arasında yeni bir döyüş, Azincourt döyüşü baş verir. 1415 İngilislər qalib gəlir, Fransanın şimalını tuturlar. Lakin tutsalar da sonradan xalqın müqaviməti, yəni partisan müharibəsi, xalqın müqaviməti onların qəti qələbəsinə mane olur. İşğal edilmiş ərazilərdə xalq partizan müharibəsi aparır. Deməli, 1346 Kresi, 1356 Poiti, 1415 Azincourt döyüşü. 1356 Poiti döyüşündə Fransa kralı əsir düşmüşdü. 1415-ci ildə Azincourt döyüşündə İngilislər qalib gəlib Fransanın şimalını tutmuşdular. Lakin tutsalar da xalq ayağa qalxıb partizan müharibəsi aparırdı deyə İngilislər məcbur qalıb geri çəkilmişdilər. Daha sonra İngilislər üçün mühüm əhəmiyyət olan Orlean mühasirəyə alındı. 1420-ci ilin sonlarında Orlean mühasirəyə alındı. Orlean qalasının alınması Fransa qoşunun həm şimaldan, həm də cənubdan mühasirəyə düşməsi nəticələnə bilərdi. Yəni, İngilislər 20-ci ilin sonunda Orleanı mühasirəyə aldı. Lakin əgər Orlean tutulardısa, Fransa qoşunu həm şimaldan, həm də cənubdan mühasirəyə düşə bilərdi. Ona görə deyirik ki, Orleanda Fransanın taleyi həll olunurdu ki, bu taleyin qarşısını kəsən Janna d'Arc idi. Janna d'Arc Orleanın mühasirəsini təşkil edir və 100 illik müharibənin gedişində dönüş yaradır. Deməli, Janna d'Arc Orleanın mühasirəsini öz üzərinə götürür və nəhayət ki, 100 illik müharibənin gedişində dönüş yaradır. Janna d'Arc'ın keyfiyyətləri, yəni müharibəni idarə eləməsi xalqda ruh yüksəkliyi, inam yaratmışdı. Çünki o özü hərbi taktikanı yaxşı bilirdi. Döyüşçülərə vətənin müdafiəçisi kimi baxırdı. Təhlükəli yerlərdə ən öndə özü gedirdi. Ona görə 1429-cu il Orlean qələbəsi fransızlar üçün ardıcıl məğlubiyyətdən sonra ilk böyük qələbə idi. Deməli, 1429 Orlean ətrafında qələbə bugünə qədərki ardıcıl məğlubiyyətlərdən sonraki ilk böyük qələbə idi. Beləliklə, Janna d'Arc fransız ordularını qələbəyə inam yaradaraq qorxaq kralı əsir etdi. Jannanın xalq arasında nüfuzu kral və feodala narahat edirdi. Yəni, Janna d'Arc Orleanı azad elədi. Daha sonra nüfuzu get-gedə artır. Bu isə kralın xoşuna gəlmirdi. Ona görə də Janna d'Arc, İngilislər Janna d'Arc'ın hərbi uğurlarının əhəmiyyətini azaltmaq üçün onu cadügarlıqla günahlandıraraq mühakimə edib edam etdilər. Lakin bu edam İngilislərə kömək etmədi. Deməli, 1429-cu ildə Orlean ətrafında Janna d'Arc qələbə qazanır, nüfuzu get-gedə artır. Bunun nüfuzun artması feodalları kralı narahat eləyir. 30-cu ildə Janna İngilislərə əsir götürülür. İngilislər onu cadügərlikdə günahlandırıb edam edəndə Fransa Janna d'Arc'a kömək eləmədi. 100 illik müharibənin sonuna yaxın Fransa kralı cəngavər və muzlulardan ibarət daimi qoşun yaratdı. 100 illik müharibənin sonuna yaxın Fransa cəngavər və muzlulardan ibarət daimi qoşun yaratdı. Və nəticədə müharibə başa çatdı. 1453-cü ildə İngiltərə və Fransa arasında sülh müqaviləsi bağlandı. Bu müqavilənin şərtlərinə görə yalnız Kale limanı İngilislərin əlində qaldı. Deməli, 100 illik müharibə dövründə 1346 Kresi, 1356 Poiti, 1415 Azincourt döyüşü, 1429 Orleanın müdafiəsi idi. İngilis soğuşçular müharibənin taleyini həll eləmişdi Kresi döyüşündə, Fransa kralı əsir düşmüşdü Poiti döyüşündə, Fransanın şimalını ələ keçirmişlər Azincourt döyüşündə, Janna d'Arc 1429-cu ildə Orleanı mühasirədən xilas eləmişdi, lakin Janna d'Arc sonra İngilislərə əsir düşür. İngiltərə də bunu edam etdirəndə Fransa
Janna d'Arca kömək eləməmişdi. Bundan sonra 1450-ci ildə müharibə başa çatır. Müharibə ingilislərin məğlubiyyəti ilə bitir və ingilislərin əlində yalnız Kale limanı qalır. Fransa qələbə qazanır, bütün torpaqlarını azad edir. Müharibədə Fransanın qalib gəlməsində həm dedi ki, kralın daimi qoşun yaratması, həm də o sülh dövründə yeni yaradılmış toplardan geniş istifadə olunmasıydı. Artıq bu dövrə deyirik ki, həm də döyüş üsullarında mühüm dəyişiklik baş vermişdi. Hansı ki, toplardan istifadə edilməyə başlanması cəngavər süvari qoşunlarının tədricən əhəmiyyətin itirməsini təsir göstərmişdi. Yəni, artıq toplar yaranır, cəngavər süvari qoşunlar öz əhəmiyyətini itirirdi. Bu dövrdə Fransada həm də üsyan baş vermişdi. Hansı ki, Poitiers döyüşündəki məğlubiyyətdən sonra Fransanın bir çox ərazilərində xalqın qəzəbi və üsyanları daha da artır və 1358-ci ildə ölkədə Jaklar üsyanı baş verir. Jaklar zadəganların kəndlilərə verdiyi bir ləqəb idi. Yəni, kəndli üsyanı bir növ. Jak üsyanı, kəndlilərin üsyanı. Jaklar üsyanının əsas səbəbləri bir, vergilərin artırılması təbii ki. Bir də kəndlilərin vəziyyətinin daha da ağırlaşdırılması. Yəni, müharibə olur, müharibənin xərclərini ödəmək üçün vergi artırılır, əhalinin vəziyyəti daha da ağırlaşır. Buna görə də üsyan baş verir. Hətta deyir, bəzi şəhərlər belə üsyançı kəndlilərin tərəfinə keçmişdilər. Kəndlilər o dövrə deyirdilər ki, bizim bu zülmümüzdən, bu zülm çəkməyimizdən kralın xəbəri yoxdur. Onlar feodallara qarşı xeyirxah kral uğrunda çıxış edirdilər. Yəni, deyir, bizim zülm çəkirik, bizim vəziyyətimiz yaxşı deyil, bundan da kralın xəbəri yoxdur. Lakin, feodallar kəndlilər danışıqlara dəvət edir, hilə yolu ilə üsyan başçısını ələ keçirdir, üsyan yatırılır. Amma deyir, üsyan yatırılsa da nəticəsiz qalmır. Üsyan yatırılır, nəticəsiz qalmır. Üsyan yatırılandan sonra qorxuya düşən feodallar uzun müddət vergiləri artırmağa cəsarət etmirlər. Bu dövrdə əhalinin vəziyyətinin pisləşməsinin digər bir səbəbi isə 14-cü əsrin ortalarında Avropada qara siçovullar tərəfindən yayılmış qara ölüm adlanan vəba epidemiyası idi. Yəni 14-cü əsrin ortaları Avropada qara siçovullar tərəfindən yayılan qara ölüm adlanan vəba epidemiyası idi. Ticarət əlaqələri epidemiyanın yayılmasına şərait yaratdı. Onlar deyirdilər ki, Yahudilərin su quyularını zəhərləməkdə günahlandırırlar. Ona görə deyirlər ki, günah Yahudilərdədir. Elə ona görə Yahudilərə qarşı ən dəhşətli hücumlar Almaniyada baş verdi. Avropa tarixindəki ən dağıdıcı fəlakət olan, təbii fəlakət idi ancaq. Qara ölüm epidemiyası nəticəsində Avropa əhalisinin yarıdan çoxunu itirdi, orta əsrlərin sonlarında əhəmiyyətli iqtisadi və sosial dəyişikliklərə səbəb oldu. Deməli, 14-cü əsrin ortalarında Avropada qara ölüm adlanan vəba epidemiyası yayıldı. Yahudiləri günahlandırırdılar. Ona görə Almaniyada Yahudilərə qarşı ən dəhşətli hücumlar baş verdi. Qara ölüm nəticəsində əhalinin çoxu itirildi və sosial iqtidarçılığa səbəb oldu. Bu xəstəlik nəticəsində ticarət azalır, işçi qıtlığı yaranır deyə əmək haqqı kəskin sürətdə artır. Ərzağa tələbat azalır, nəticədə qiymətlər aşağı düşürdü. Yəni, əhalinin yarısı ölüb deyə ərzağa tələbat yoxdur, nəticədə qiymətlər aşağı düşür. Əhalinin yarısı ölüb deyə işçi qıtlığı, nəticədə işçilərin əmək haqqı artırdı. Ölkədə vəziyyət yaxşı deyildi. İndi baxaq Fransanın mərkəzləşməsinin davamına. Bayaq dedik ki, Fransada mərkəzləşmə siyasəti başlayıb 12-ci əsrdə. İlk öncə Fransanın şimalından, dedik ki, axı Normandiya, bir də Akvitaniya. 13-cü əsrin əvvəllərində Tuluza qraflığı birləşdirilmişdi. Lakin o 100 illik müharibə dövründə, yəni 1437-1453-cü il dövründə Fransada mərkəzləşmə davam eləmədi. Yəni 100 illik müharibə dövründə mərkəzləşmə siyasəti dayanmışdı. Yalnız 100 illik müharibədən sonra Fransa yenidən mərkəzləşmə prosesinə davam elədi. Bunu davam elətdirən Fransa kralı 11-ci Lidovik olmuşdu. 1461-1483-cü illərdə. Kral 11-ci Lidovikin dövründə Fransada mərkəzləşmiş dövlətin yaradılması prosesi daha da güclənir və həlledici mərhələyə daxil olur. Deməli, mərkəzləşmə başladı 12-ci əsr, dayandırıldı 1437-1453-cü ildə həlledici mərhələyə daxil oldu
11-ci Ludovikin dövründə. 11-ci Ludovik rəqiblərinə qarşı mübarizədə hilədən istifadə edir, onları bir-birinə qarşı mübarizəyə sövq edir və onların hər birini ayrı-ayrılıqda məğlub elədi. Və bununla da deyirik, 15-ci əsrin sonlarında Fransada vahid dövlətin yaranma prosesi başa çatır. Yəni, 12-ci əsrdə başlayan mərkəzləşmə prosesi 15-ci əsrin sonunda 11-ci Ludovikin dövründə başa çatır. Artıq ölkə bir mərkəzdən kral tərəfindən idarə olunurdu. Bu, mərkəzləşmiş dövlətin yaranması demək idi. Mərkəzləşmiş dövlətin yaranması mütləq monarxiyanın, yəni kralın təkbaşına hakimiyyətinin təşəkkülü prosesinə şərait yaratmışdı. Deməli, dedi ki, Fransada, baxın Fransa ərazisinə, Fransada mərkəzləşmə prosesi başladı 12-ci əsr, 12-nin sonu 13-cün əvvəllərində Normandiya, Akvitaniya, 13-cü əsrin əvvəllərində Tuluza qraflığı, mərkəzləşmə siyasəti 100 illik müharibə dövründə dayandırıldı, 11-ci Ludovikin dövründə isə davam elətdirdi və həlledici mərhələyə daxil oldu. Hətta deyirik ki, 11-ci Ludovikin dövründə yeni vergi tətbiq edilmişdi ki, bu vergi illik vergi adlanırdı və bu vergi nəticəsində bu vergi kral xəzinəsinin müntəzəm gəlir mənbəyinə çevrilmişdi. 1530-cu ildə latın dilini rəsmi dil olaraq fransız dilə əvəz elədi Fransada. 1530-cu ildə latın dilini rəsmi olaraq fransız dilə əvəz elədi. 16-cı əsrin sonlarında Fransa kralı etiqad azadlığı haqqında fərman verdi 16-nın sonunda. Bundan sonra Fransada katolikliklə yanaşı kalvinizm də rəsmiləşdirildi. Deməli, 1530-cu ildə fransız dili rəsmi dövlət dili elan olundu, latın dili əvəz olundu. 16-cı əsrin sonunda Fransa kralı etiqad azadlığı haqqında fərman verdi. Bundan sonra Fransada katolikliklə yanaşı kalvinizm rəsmiləşdirildi. Reformasiyadan sonra Fransanı dini müharibələr bürüyür. Dini və siyasi mübarizə nəticəsində 16-cı əsrin sonunda Fransada Burbonlar sülaləsi hakimiyyətə gəlir. Burbonlar sülaləsi 1594-1792-ci illərdə. Baxın, bu Fransanın ərazisidir. Fransanın şimalında Paris, biraz aşağıda Orlean şəhəri yerləşir. Belçika Fransanın yan ətrafında. Sərhəd nöqtə burada Belçikadır. Yəni Fransa 11-16-cı əsrlərdə.